Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun 50 il futbolda kitabının təqdimat mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, veteran futbolçular və digər qonaqlar iştirak edib. Tədbir çərçivəsində əvvəlcə müəllifin 50 illik fəaliyyət yoluna nəzər salınıb, onun futbola verdiyi töhfələr xüsusi vurğulanıb. Daha sonra Boris Xetaqurovun karyerasını əks etdirən video çarx nümayiş olunub. Tədbirdə çıxış edən Fərid Qayıbov Boris Xetaqurovun öz sahəsində peşəkar olduğunu bildirib, onun ölkə idmanına verdiyi töhfələri yüksək qiymətləndirib. Həmçinin veteran futbolçular da çıxış edərək Xetaqurovun fəaliyyəti ilə bağlı fikirlərini, xatirələrini bölüşüblər. Boris Xetaqurov gələcək nəsillərə ərmağan etdiyi kitabın ərsəyə gəlmə prosesindən danışıb. Эта книга отражает мой 50-летний путь. Bu kitab mənim Azərbaycan futbolunda 50 illik yubileyimi əks etdirir. Belə kitab dərc etmək fikri ağlıma birdən-birə gəlməyib. Oturub ötən illərimi, Neftçidə həkim kimi çalışdığım dövrləri, Azərbaycan millisindəki fəaliyyətimi yadıma salırdım. Düşündüm ki, bütün bu xatirələri, yaşanan hadisələri necəsə gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır. Şəxsi arxivimi hələ 60-cı illərdən fotoqrafiya ilə maraqlandığım zamanlardan qalan şəkillərdən istifadə etməyə başladım. Yekunda bütün bunlar çox səhifəli bir əlyazmaya çevrildi. Xetaqurov həmçinin kitabın işıq üzü görməsində Gənclər və İdman Nazirliyinin böyük dəstəyini vurğulayıb. Книга, которая на днях вышла в свет. Hörmətli Fərid Qayıbov bizə böyük qayğı və diqqət göstərdi. Açıq deməliyəm ki, kitabın nəşr olunması məhz bu dəstək sayəsində mümkün oldu. Buna görə ona səmimi şəkildə minnətdarlığımı bildirirəm. Nəticənin necə olduğunu isə əlbəttə potensial oxucularım qiymətləndirəcək. Amma bir şey deyə bilərəm ki, kitabı yazarkən Neftçidə keçirdiyim gənclik illərim, bu gün artıq veteran olan keçmiş futbolçular, cavan oğlanlar kimi gözümün önündə canlandı. Mən bu kitaba bütün ruhumu, qəlbimi qoymuşam. Tədbirin sonunda mərasim iştirakçıları xatirə şəkli çəkdiriblər.